Ən önəmli mövzu haqqında məlumat vermək istəyirəm. Oğlan uşağı olan valideynlərin, nənələrin, babaların daha çox diqqət eləməyi vacib olan bir mövzudur. Çünki uşaq anadan olarkən ilk başda olan uşaqları uroloq cərrah tərəfindən müayinə olunmalıdır. Çünki anadan gəlmə orqanların əslən xaya bəzən yerində olmur və yaxud da hər ikisi yerində olmur və yaxud da batıq penis olur. Burada iki məqam var. Əgər anadan gəlmə bu orqanlar yerində yoxdursa, İlk 3 ay gözləmə mövqeyində olur. Xayaların yerinə fiziolojik olaraq düşmə ehtimalı var. 3 ayından 6 ay, hətta 1 yaşına qədər konservativ dediyimiz dərman müalicəsi ilə davam edə bilərik ki, orqanlar yerinə kisəyə gəlsin, düşsün. Əgər 1 yaşına qədər düşməyibsə, artıq bunun cərrahi müdaxilə mütləqdir. Yəni bunu qorxutmaq məqsədilə demirəm. Kitabın yazdığım diqqətinizə çatdırmaq istəyirəm ki, xaya qasıq kanalında qalarsa, xaya xərçənginə çevrilə bilər. Çox az ehtimal olsa da bu ehtimal var. İkincisi, orqan kiçik qala bilər, tez-tez böyüməz. Çünki ətrafı sıxır, toxuma bu orqanı sıxırsa bunun böyümə ehtimalı olmur. Və yaxud da az böyüyür, hətta sonsuzluğa qədər gətirib çıxara bilər. Ona görə oğlan uşaqları mütləq 3 ayından sonra bir uroloq cərrah tərəfindən müayinə olunmağı məqsədə uyğun hesab olunur.